Quranda keçən kəlmələrin sayında rəqəmlərin elə bir uyğunluğu var ki, bunu bilən adam Quranda hər bir kəlmənin sayının belə bir məna ifadə etdiyini görə bilər. Məsələn, Quranda gün mənasına gələn yevm kəlməsi 365 dəfə keçir. Tam da bir ildə olan gün sayı qədər. Və ya günlər mənasına gələn əyyam kəlməsi 30 dəfə keçir. Bir ayın 30 günü kimi. Ay mənasına gələn şəhrun kəlməsi bir ilin 12 ayına işarət edər kimi 12 dəfə keçir. Əlavə olaraq əks mənalı sözlərin də say olaraq bir-biri ilə əlaqəsi olduğunu görürük. Məsələn, mələk və şeytan kəlməsi hər ikisi 88 dəfə keçir. Və ya cənnət və cəhənnəm kəlməsi 77 dəfə keçir. Qadın kəlməsi 24, kişi kəlməsi də 24. Səbr və sıxıntı hər biri 12 dəfə. Həyat və ölüm ikisi də 145 dəfə. Fayda və zərər 50 dəfə. İman və inkar 25 dəfə. Dünya və axirət 115 dəfə. Hətta bu əks mənalı bəzi kəlmələr arasındakı rəqəm sayı baxdıqda sanki bizə bir şey anlatmağa çalışır. Məsələn, cəza kəlməsi 117 dəfə keçərkən, sanki Allahın əffinin qəzəbini keçdiyini göstərmək üçün əff etmək kəlməsi 2 qatı qədər 234 dəfə işlədilir. Və ya Allahın bütün məxluqatına, mömin olsun, kafir olsun, aralarında fərq qoymadan hər bir məxluqata qarşı sonsuz mərhəmətini göstərən mənasına gələn Rahman ismi 57 dəfə, amma dünya və axirətdə möminlərə mərhəmət edən, onlara saysız hesabsız nemətlər verən mənasına gələn Rahim ismi isə 2 qatı qədər, yəni 114 dəfə keçir. Quran 23 ildə baş verən hadisələrə uyğun olaraq hissə-hissə enib. 1400 ildir insanlar arasında ağızdan ağıza gəzərək, üzərinə minlərlə təfsirlər, məallar, əqidə kitabları, fiqh kitabları yazılacaq qədər mənalı ayələrə, surələrə sahib bir kitabdır. Bir kitabın həm hər bir cümləsini əsrlərlə danışılacaq qədər mənalı yazmaq, həm də buna baxmayaraq içindəki kəlmələrin rəqəm sayında belə bir məna yaratmaq insan işi olmayacağını ağlı yerində olan hər bir insan anlayar.